Salam və vaxtınız xeyir olsun əziz futbol sevərlər. U9 Respublika çempionatında hər birinizi xoş gördük. Rofun və Qarabağ komandalarının qarşıdurmasını izləyəcəyik. Gəlin ilk öncəliklə Qarabağ komandasının heyətləri ilə sizlərə tanış edək. Deməli belə, komandanın Şəhrüddin Məmmədəliyev, yəni qalkiperi 99 nömrə Emil Ağarızayev, 2 Camal Bayramlı, 4 Zeynal Zeynallı, 6 Arda Babayev, 7 Sübhan İskəndərov, 8 Sübhan Bayramov, 9 Nuran İkramlı, 10 komandanın kapitanı Ömər Cəmilli, 12 Hüseyin Cəfərli, 13 Əvəz Səfərov, 14 Murad Bağdanov, 15 Murad Məhrəmli, 3 Ömər Abbasquliyev, 17 Məhəmməd Musalı, digər qalkiper 1 Matvey Magidoviç. Komandanın baş məşqçi postunda isə Əlibəy Məmmədlidir. Artıq Hakimin də start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzuluyuruq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyilə. Ənəvi olaraq ağlı formada Qarabağ komandası, göylü formada isə Rofun komandası meydanda mübarizə aparır. Ömər, Arda sol zona ötürməkdir. Sübhan və out. Rofun komandası topladır. Ömər, Arda Babayev, sol zona ötürmə, Musalının zərbəsi yerdə idi. Uzaqlaşdırılır. Arda Babayev. Ardadan zərbə gəldi, top qapıdan yan keçir. Bu arada Musalı müdafiəçilərin səhvinə bağışlamır. Qarabağ komandası hesabı açır. Məhəmməd Musalı topu torlara göndərdi. Arda cərimə meydan sahasında müdafiəçilər tərəfindən qarşılandı. Uzaq məsafədən zərbə gəldi Hüseyin Cəfərlidən, amma top qapının üzərinə keçir. Əksi məmləsi Rofun komandasına. Ömər, Sübhan. Firdi Sübhan Bayramov topu, amma təzyiqə davam edir. Dabil ötürmə, Məhəmməd Musalı, Asta Yeganə qolun müəllifi Ömər Abbasquliyev. Sağ ağzına Hüseyin Cəfərli. Əşəz doğru Babayevə çatmalı ötürmə, yeniden Ömər Abbasquliyev. Arda Babayev'de mükemmel gol. 2-0 olur hesap. Maestro hesap fərqini artırır.
Ömer Abbasquliyev. Yaxşıdır Ömer, yaxşı. Ömer. Arta. Səndir Məhəmməd, pas ver, Ömer'e pas ver. Məhəmməd və out. Allah. Bu soldan zərbə yarı qapıdan yan keçdi. Gələnlər nəzərinə çatdıraq. Maçın 6-cı dəqiqəsidir. Hal-hazırda Qarabağ komandısı 2-0 hesablı üstünlüyü ilə oyunu davam edir Rofnla mübarizəyə. Sen daha da kesmesin. Arkaya bas Mehmet. Arkaya bas. Bir de bas. Arda Babayev. Sağdan Hüseyin Cəfərli. Sübhan Bayramov. Sübhan Bayramov. Qayda pozulmayıb başın ikincə. Qarabağ formadadılar. Məhəmməd keçə bilmədi rəqibini. Arda Babayev pauz elədi. Alt. Emil Ağarzayev, Hüseyin Cəfərli, mərkəzdə doğru ötürmə, Babayevə çatmalı. Hüseyin Diaqonalda ötürməsi yaxşı oldu. Məhəmməd bu sol sanatın üçün davam gətirir. Və üçüncüdən zərbə. Arda Babayev. Aleyküm salam, yeni gələnlər xoş gəlmiş. Babayev baxır qapıya, daha bir zərbə endirildi rəqiblərindən. Blok gəlir. Üçüncüdən zərbə. Həmsini izləyənlər. Hüseyin Cəfəli. Türmə qarşılanmışdı. Ömer Abbasquliyev qalkiperli oynadı. Və out. Məhəmməd. Arda. Divar pası yaxşı oldu. Məhəmməd Musalının qarşısında aldılar. Dirəkdən qayıdır top. Babayevin bu dəfə zərbəsi. Daha bir zərbə indirildi yaxın günsə, lakin qapıdan yan keçdi. Sağlar. Hediyə üçün təşəkkürlər yoldaşlar. Aleyküm salam, yeni gələnlər xoş gəlmişsiniz. Bu arada yeni gələnlərin nəzərinə çatdıraq. 9 yaşlarına ibarət Respublika çempionatıdır. Qarabağ və Rofn komandaların mübarizəsinin ilk hissəsinin 10-cu dəqiqəsində Qarabağ komandasına 2-0 hesabı üstünlüyü var maçda.
Hər hissi 20 dəqiqədən ibarət. Ümumi 40 dəqiqə. Akgün bəy, təşəkkürlər. Minnətlər. Murat. Cümlə qarşılandı. Emir Ağarızayev. Out. Son topmuş. Yox, Zeynaldan deyil. Zeynaldan deyil, rəqibindəndir. Buyurun Kamran bəy. Ağarızayev diqqətli Sübhan İskəndərov. İndi Emil. Murat Mərəmli. Nuran İkramlı düşünmüşdü, lakin top ünvanına çatmaz. Sübhan İskəndərov yaxşı sıyrıldı bir rəqibindən. Ara ötürməsi də fikir yaxşı idi kapitan istiqamətində, amma ünvanına çatmadı bu ötürməsi. Ömer, sol taraf. Burak, sağ taraf. Burak tabağı tut. Burak tabağı tut. Sübhan İskəndərov qarşılayır. Zeynallı. Zeynaldan Cəxan ötürməsi cəhdi uğursuz alınır. Out. Son topmuş Zeynalın özündəndir. İçeri. Ömer Mərəmli, yeniden Ömer. Qədər çox attı önünə topu. Sağ sağ eləsin. Nuran. Emel Ağarızayevsin tərif etməsi o qədər də çətin olmayan bir sərfə idi. Şako, sol uzuna ötürməkdə İskəndərov. Kapitanı ilə oynadı. Ömer ötürməsi keçmədi müdafiəçilərdən. Təzyiq nəticəsində topu qazanır Qarabağlılar. İndi isə qədər amansız mübarizə var idi oyuncular arasında. 9 yaşlardan ibarət Respublika çempionatıdır. 2018-də və 2017-də var. Aleyküm selam arkadaşlar. Bir qədər tempsiz maç izləyirik. Tam tempsiz də demək olmaz. Orta tempdə bir maç gedir. Həmçinin də tək tərəfli, yəni Rofum komandası tərəfindən yanlış anlaşılmasın, tək tərəfli bir oyun izləyirik. Ən çox meydanın mərkəzində və Rofum komandasının cərimə meydan sahəsinin yaxınlığında keçirir oyun. Türmə keçmədi. Qarşılıqlı top itkiləri çox olur hələ ki maçda. Qarşılıqsızsa 2 top var Qarabağ komandası tərəfindən. Qarabağ və Rofum komandalarının mübarizə. Tabağa, Ömer tabağa. Qayda. Yox, qayda ponusda deyil. Out qərarı gəlir Rofum komandasının lehinə. Aleyküm salam Elnur bəy. Yeni gələnlərin nəzərinə bir daha çatdıraq. Maçın 15-ci dəqiqəsində Qarabağ komandasının 2-0'lıq üstünlüyü var Rofum komandası ilə mübarizədə. Ömer sendir. Hediyeler üçün təşəkkürlər. Ömer al topu. Bravo senden. Ömer. Ömer sağ zına gəldi. Qapıya doğru zərbə və top qapıya daxil olmadı.
boş qapıdan necə blok qoyur müdafiəçilər. Və paylaşım lazımdır və s. Rəqəm komandasına hücum əmləsi elə ki, uğursuz alınır. Yat, dur, hemen çeker. Gel ortada da. Al destek. Daha da Və out. Onlara riayət eləsə sevindirərsiniz bizi. Çox da qeyri-etik deyil, amma yenə də diqqət eləsəz var olur. Burak her yere kaçtı, ortada kaldı, ortada kaldı. Ömer, dörtlüğünden ne oluyorsun? Dörtlüğünden. Al. Bravo, bravo. Asla. Ömer. Yanlış anlama. Hop. Başla puan. Bulur, koşul orta, bulur. Tamam, öyle mi? Oraya git, solda sağına gel. Ömer, blok gəldi zərbəyə. Ömer, telesme, pasla. Ömer, pasla. Ömer, İsmədə ötürmə və out. Dışarıya, süper, dışarıya. Süper, süper, olan başlı, dışarıya. Olan başlı, dışarıya, senden. Daha bir out. Zeynep, biraz da bak. Bundan sonra belə bildirəcəm. Evet, daha bir zərbə yox. İmkan vermədilər yenə də. Hələ ki, Qarabağ komandasının ilk sən sonlarına yaxındır. 2-0'lıq hesabla üstünlüyə davam edir Oxum komandası ilə mübarizədə. Nuran İkramla qəbul edə bilmədi istədiyi kimi topu. İmkan vermədilər onun həmçinin də. Ömer Cəmilli. Ömer. Türmə ünvanına çatmır. Bir dəqiqə. 20 dəqiqədən ibarət olur hər hissə. Emil Ağarızayev. Aslında diqqətlidir Şako. Yüzey yazıb Bakı Sporting FS hissəsi. Başa düşə bilmədim. Yox, xeyr. Bakı Sporting'də əməkdaşlığımız yox. Zeynal. Emil Ağarızayev. Flex yerindədir. Və belə ilə ikisində. Final fikri səsləndirilir. Birinci sənə Qarabağ komandasına 2-0 hesabla üstünlüyü ilə yeşmaşdırdı. Roxum komandası ilə mübarizədə. Birinci hissədə sizinlə mən edim şəxsiniz Eydər Hüseynli. Növbəti hissədə qısa fasilədən sonra görüşməklə hələlik deyirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq son ilk hissədə Qarabağ komandasının Roxum komandası ilə mübarizəsində 2-0'lıq üstünlüyü var idi və ikinci hissəndə start fiti səsləndirilir. Bir daha uğurlar arzu oluruq. Hər iki komandaya növbəti hissədə. Arda Babayev. Babayevdən yaxşı bir dönüş gəlir. Zərbəyə blok qoyurlar. Arda. Babayevin zərbəsi müdafiəçilərdən də toxunuş var korner. Arda. Ömer Abbas Quliyevdən içəriyə doğru bir asma gəlir. Hüseyin Cəfərli zərbə indirir. Yaxın küncdə kiperdə filədi. Küncdən zərbə. Hüseyin, Ömer başlasın. Ömer. Çıkar, Kirsari. Arda Kirsari. Gözlə, Hüseyin. Gözlə.
Arda Babayev uzaq məsələdən zərbəsinə blok gəldi. Məhəmməd yenə də Arda ilə oynadı. Babayevin ötürməsi Sübhan Bayram o istədiyi kimi ram edə bilmədi. Ağ formada olanlar. Arda Babayev, Sübhan Bayramov geriyə çəkildi. Zeynal Ömərlə oynayır sol cinahda. Arda Babayev, Zeynal 9 yaşlardan ibarət Respublikasının Arda var. Gəlir Arda, qaytar özünə. Babayev Uzaqdasan, mən sol cinahda Məhəmməd Usanlı fikirləşirdi, amma uğursuz halına əmləsi. Bu dəfə isə uğurla alınlar. Məhəmmədin zərbə indirməsinə imkan vermirlər. Məhəmməddən zərbə gəlir, amma topçu yenə də dəfə elədi bu qüvvətli zərbəni. Ömer başlasın. Zeynep düş ortaya. 9 yaşlarda. Öyle gibi. Gir içeri. Arda gir içeri. Zeynep arkaya dön. Zeynep arkaya dön. Fenerbahçe 0 öndedir. Ola. Ömer Abbasquliyev, Sübhan Bayramov. Şimdi sizdə qayda bonusu yox idi. Arda Babayev. Babayevin itirməsi ağzına Zeynal. Onun da zərbəsinə blok gəlir. Daha bir zərbə və Arda Babayevdən daha bir mükəmməl gol gəlir. Dubl imzatırı 3-0 edir hesabı Babayev. Raket göndərdi uzaq 9-luğa. Nə qol idi amma, nə qol idi. Sevir belə zərbələri, belə qolları. Hissədəki qolu uzaq 6-lığa indirmişdi zərbəni, bu dəfə uzaq 9-luğa, sancır topu. Belə 9 yaşlar. Stek oyna, stek oyna. Şəhrüddin Ağarızayev. İkisi doğru ötürmə. Tabii zərbə toxmuş var deyəsən. Məhəmməd geriyə doğru ötürmə. Ömər Abbasquliyev. Zeynal. Sağ sınaqda Arda Babayev hücumu davam etdirir. Mehmet. Mehmet. Toxmuş edə bilmədi Məhəmməd topu. Qapıdan zərbəyə. Məhəmməd. Aslında bir qolu var Məhəmmədin. Arda Babayev mükəmməl reydlər və mükəmməl gol! Arda Babayev maestrodan daha bir ateş açılar. Xettriki imzatır. O nə qol idi, o nə reydlər idi. 3 rəqibinin başını gicəlləndirir. Uzaq 9-luğa yenə də sancdı topu. Vay aman, vay aman. Eynirsən sən Arda. İnsaf elə arada Arda.
O nə qollar, o nə reydlər, sən orada. Məhəmməd. Məhəmməd. Ara istə, Məhəmməd, ara istə. Ara istə. Uzaq məsafədən zərbə var efendim. Məhəmməd hazırlıqdan, amma qapıdan yan keçir. Biraz pax mənaslı deyir, amma özünü doğru olur. Aleyküm salam, yeni gələnlər xoş gəlmişsiniz. Babayev, bitir, out. Məhəmməd, işlərsən. Orada. Orada. Daha bir out. Gir ortaya Məhəmməd, gir ortaya. Ötürmə gəldi. Qarabağ və Roxum komandaları mübarizə aparır. Ömer Avasquyev geldi. Arda Babayev. Babayev bir pauza ile 2 rəqimli yola salar. Ara ötürməsi gəldi. Zeynal'ın zərbəsi, ikinci top. Yox, alınmadı bu dəfədə. Ömer Avasqueyevin zərbəsinə bu haqqa Arda Babayev bir rəqimdən sıyrılır. Ağlar Qarabağdı. Babayev sağ ağzına ötürməsini çatmadı ünvanı, amma Zeynal özünü çatdırır. Zeynal sıyrılı bir rəqimdən Babayev Arda və qayda pomsu ilə qarşı salındı. Məhəmməd Acıla uzaq məsafədən yaxın küncə indirmiş zərbə çərçivədən yan keçir. Məhəmməddən daha bir qüvvətli zərbə gəldi qapının üzərindən keçdiyinə. İzləməyənlər varsa bir daha xatırladıram. Heydər adının yanında takip et butonu var, oradan səhifəni izləyib takip etsiniz. Sevindirəsiniz bizi. İndidən təşəkkürlər bizi. Bayaq Ulduz EFA 9-0 hesabı ilə Mübariz Binə komandası üzərində qalibiyyət imza atdı. Arda Babayev, ötürməsi sol uzunaha, Məhəmməd. Ömər zərbə indirir, amma bir də ötürmə xarakteri daşıyan bir zərbə idi. Arda gir içəri, Arda gir içəri. Ömər ortaya düş. Məhəmməd, as istər, dediyim kimi. Zamena. Qapıdan zərbə. Aleyküm salam Cavad bəy, xoş gəldiniz. Gəldi inşallah, gəldi. Qayda konusu. Çobuluğu var Ömər Cəbiliyə qarşı. Standart vəziyyət kapitan. Qüvvətli zərbə indirir. Yaxın 9'a planlaşdım zərbədə. Azacıq qeyri dəqiqliyi var. Qarabağ və Roxum komandaları mübarizə aparır. Yenə qarşılıqlar yarandı. Ömər Cəmilli. Bir daha yeni gələnlərin nəzərinə çatdıraq. Maçın 30-cu dəqiqəsidir. Bu arada 40 dəqiqədən ibarət olur. 9 yaşların maçı. Hər ikisi 20 dəqiqədən ibarət. Yəni 30-cu dəqiqəsidir. Qarabağ və Roxum komandaları meydanda mübarizə aparır. Hüseyin.
Neftçi 3-1 məğlub oldu. Üstün şansı. Rofun komandasına qapı doğru zərbəyə toqaplayan kişi. Emil Ağarzayev Hüseyin Cəfərli alt kazandırdı. Yox, xeyr. Bura təşər yazmıyor Məhəmməd bəy. Bura Olimpiya stadionunun yanında sportsel meydançalardır. 4-0 hesabı ilə Qarabağ komandası öndədir. 3 gol Arda Babayevdən, 1 gol isə Məhəmməd Musalıdan. Yox, xeyr, sportsel. Arda'da 3-3. Ağ formalı olanlar Qarabağ. Son toxunuş Rofun komandasının oyuncularından olur. Tabi zərbə endirildi və 1-0 olur hesab. Murad Məhərrəmli hesab fərqini bir qədər də artırır və mən buradayam, sakin olun deyir. Yazanlar deyir burada. Tabi korner. Elde Nurhan İşramlı blok gəlir. Ömer fen atasından çıxdı, amma 3-cü rəqib ondan topu alır. Şuban İskəndərov top ikisi var. Aşin Hüseyin Cəfərli onun köməyinə gəldi. Murad Məhərrəmli sahasına ötürmə. Nurhan İkramla top qapının üzərinə keçir. Murad, Stenko oynamalıydı. Murad, bravo Murad. Ömer sen geleceksin. Son toxunuş müdafiəçilərdəndir. Daha bir korner. Şuban İskəndərovu görür topun gəlişində içəriyə doğru. Daha bir asma. Nurhan İşramlı. İstədiyi kimi devam edə bilməli topu. Murad, sakin. Kömək ünvansız alınır meydanda tərk edin. Zəhmət olmasa. Dəstəyimizi əsirgəməyin. Gələcəyin ulduzlarını tanıtmaq üçün. Ömer Cəmilli 2 nəfərin atəsində idi. Bəli, ikinciden zərbə. Qarabağ komandasının təzyiqləri hələ də davam edir. Bir daha yeni gələnlər nəzərinə çatdıraq. Maçın bitməsinə təxmini 4-5 dəqiqə qalıb. Qarabağ komandasının Rofun komandası üzərində 5-0 hesablı üstünlüyü var. Ömer!
İskəndərli. Türmə qarşılandı. Abdullah buradasan Abdullah. Abdullah hal-hazırda Abdullah Məmmədli. Çıkmasın Murat, oradan çıkmasın. Toxum komandasının zərmə meydan sahasında qarşılıqlar baş verir. Daha bir zərbə, blok qoyulur, topu ateşinə tutublar. Ömer. Akademiyalarda ayrılıq olmur. Ömer arkadan. Dediğim gibi pas ver. Dediğim gibi pas ver. Helal. Tamam. Daha bir zərbə. Sübhan İskəndarovdan direğin yanından keçir. Yanında spor stil meydansı vardı. Ömer Cəmili. Ömer sağ ağzına ötürməkdə toxunuşlara gedir. Ömer çek arkadaki iştanga. Çekil bir ama. Siz de iniyorsunuz oturun burada. Sündərov. Sübhan zərbə indirdi qapısı. Yerindədir. Ali Nuranlı. Və beləliklə final çıxıya səsləndirilir. Qarabağ komandası 5-0 hesablı qalibiyyətlə 3 xal aktivlərini yazdırır və biz də reportajınızı sona çatdırır. Oyun boyunca sizin də mən idim şəxsiniz Heydər Hüseyinli. Növbəti maçlarda, növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.